Salam dostlar, bugün sizlərlə turşular və əsaslar bölməsində baxacağıq. Turşular və əsaslar. Öncələ başlamaq istəyirəm turşulardan. Turşuların tərkibi H müsbət iyonlarından ibarətdir. Deməli, turşularda H müsbət iyonları olur. H müsbət iyonları OH mənfi iyonlarından bir xeyli çoxdursa, bunlara qüvvətli turşular deyilir. Məsələn, tutaq ki, OH mənfi iyonlarından 3 dənədir. H müsbətdən isə 6 dənə. 2 dəfə çoxluq təşkil edir. Xlorid turşusu H-xlor, sulfat turşusu H2SO4, nitrat turşusu HNO3. H müsbət iyonları OH mənfi iyonlarından cüzi miqdarda çoxluq təşkil edirsə, bunlara zəif turşular deyilir. Yəni, məsələn, H müsbət 6-dır, OH mənfi 5. Sadəcə bir dənə çoxdur. Məsələn, sulfit turşusu, ortofosfat və asetat turşusu. İndi bunlar hansı sahələrdə istifadə edilir? Xlorid turşusu mədə turşusu kimi keçir. Sulfat turşusu maşınların akkumulyatorlarında istifadə olunur. HNO3 yəni nitrat turşusu isə daha çox gübrə istehsalında və yaxud da barıt bombalarının hazırlanmasında istifadə olunur. İndi zəif turşulardan harada istifadə olunur? H2S daha çox lax yumurta yuvurur, yumurta çörüntülərində olur. H3PO4 yəni ortofosfat turşusu daha çox diş həkimlərinin ağzı təmizləmək üçün istifadə etdiyi H3PO4 turşusudur. Çox vaxt gübrələrdə də bəzən istifadə olunur. Kitabda çünki elə də verilib. CH3COH ya sirkə ya da asetat turşusu. Əgər bunun faizi 70-80 o faizlər ötürsə, bunu biz daha çox təmizlik vasitəsində istifadə edirik. Lakin bunun faizi az olsa, 20-10%, 30% olsa, süfrə sirkəsi adını alır. Yəni, bildiyimiz kimi yeməklərə sirkə qatırıq, turşulara və s. Kral suyu, nitrat turşusu və xlorid turşusunun qarışığından ibarətdir. Nisbətləri isə uyğun olaraq 1/3-dür. Yəni, nitrat turşusu və 3 H-xlor. Yəni, HNO3, 3 H-xlor. Bəzi pasiv metallar var ki, onlar reaksiyaya daxil olduqda boş reaksiya alınır. Argentium, aurum, platinium, kuprum. İndi deyirəm, argentium gümüşdür, aurum qızıldır, platinium elə platindir, kuprum isə misdir. Bu oldu turşular. İstəyirsiniz ekranı götürə bilərsiniz, köçürə bilərsiniz. Biraz işıq düşməsin bu şəkildə. İndi isə keçək əsaslara. Əsasları da indidən götürün. Əsaslar. Əsasların tərkibi OH mənfi iyonlarından ibarətdir. OH mənfi iyonları H müsbət iyonlarından bir xeyli çoxluq təşkil edirsə, bunlara qələvi deyilir. Qələvi qüvvətli turşu deməkdir. İndi OH mənfidən məsələn 10 dənədir, H müsbət 4 dənədir. Gördüyümüz kimi 2,5 dəfə çoxdur. Məsələn, kalium OH. Kalium OH-da aşağıda deyəcəyik, maye sabunların hazırlanmasında istifadə olunur. Litium OH bu bir əsasdır. Natrium OH-dan bərk sabun hazırlanması istifadə olunur. Kalsium OH2 isə uşaqlar sönmüş əhəngin formuludur. OH mənfi iyonları H müsbət iyonlarından cüzi miqdarda çoxluq təşkil edirsə, bunlara zəif əsaslar deyilir. NH4OH, naşatır spirti, alüminium hidroksid, sink hidroksid və s. Və bu alüminium hidroksid, sink hidroksid, kalsium OH2-nin suda qarışığından suspenziya alınır.
Sönməmiş əhəng ilə su reaksiyaya daxil olduqda sönmüş əhəng alınır. Sönməmiş əhəngin formulu kalsiyum oksiddir. Kalsiyum oksidin üzərinə H2O, yəni su əlavə etdikdə isə kalsiyum OH2 alınır. Kalsiyum OH2 isə sönmüş əhəngin formuludur. Sönmüş əhəng isə qələv adlanır. Sönmüş əhəng ilə karbon qaz reaksiyaya daxil olduqda kalsiyum karbonat və su alınır. Onsuz da uşaqlar kalsiyum OH2 həm toz halında olur, ağ rəngli, həm əhəng su da adını alır. Suspenziya adıdır su ilə. Bunun süzülməsindən isə kalsiyum OH2, yəni əhəng suyu alınır. Əhəng suyundan isə karbon qazının təyinində istifadə olunur. Ona biz karbon qazı ötürdükdə o ikisi reaksiyaya girir. Reaksiyaya baş verən maddələrdir. Və bunlardan kalsiyum karbonat üstəgən H2O alınır. Çünki niyə? Burada H2O var. Bu çıxır ayrı. Bu ikisi də bundan gedir, kalsiyum karbonat yaranır. Yəni bu qədər sadə. Ammonyak və sudan isə naşatır spirit alınır. Bunun reaksiyasını yazmamışam. NH3 üstəgəl H2O bərabərdir H4OH. Və bunlar əsasi mühitdir. Kalium 2 karbonat. Bu potaşın formuludur. Natrium hidrokarbonat çay sodasının formuludur. Natrium OH dedik bərk sabun və kalium OH maye sabun. Bunlar əsas mühit olaraq adlanır. Deməli, bu da oldu əsaslar. İndi bunlardan sonra isə bəzi reaksiya düsturlar deyəcəyim sizə. Bunları bilsək, reaksiyanı çox yaxşı bilərik dostlar. Çünki çox uşağa görə bənzəmən də qarışdırdım, indi isə yəni rahat. Çünki bu düsturlar məktəb kitabında olmur. Reaksiyalar. Ulduz qoymuşam ki, bunlara 3 dənə qayda demişəm. Turşu üstəgəl əsas. Deməli, turşu və əsası qarşısında su plus duz alınır. Duz deyəndə metalın yanında gələn turşu qalıq deməkdir. Məsələn, H-xlor üstəgəl litium OH. Olacaq su H2O üstəgəl litium xlorid. Gözünüz litium metaldır, xlorid isə turşunun qalığıdır. Oradan 2 yerə bölünür, qalıq alınır. Bu o deməkdir. Duzu metal turşu qalığı kimi də demək olar. İkinci qayda. Turşu plus metal. Metal X üstəgəl hidrogen. Nə deməkdir? Turşu HX kimi yazılır. H2SO4. Həmişə H-dan sonra bir X gəlir. Turşu qalığı. Metal turşu qalığı demək olar. Bunun üstünə metal gəldikdə baxın. H2SO4 üstəgəl maqnezium. Gəldim. Metal X demişəm. Metal X. Maqnezium SO4. Yəni maqnezium sulfat. Və hidrogen qazı da ayrılır. Üçüncü qayda. Turşu plus metal X2. Niyə? Çünki turşuda HX var. İndi bu X-ləri qarışdırmayaq deyənə. X1, X2. Metal X1 üstəgəl HX2. HNO3 nitrat turşusu üstəgəl sink xlorid. Burada HX-dir. Deməli, metala X1 veririk. Sink nitrat və hidrogenə də X2 veririk. Hidrogen xlorid. Yəni, xlorid turşusu alınır. Bu da reaksiyaların qaydaları. Bir də pH və indikatorun hamısı yox, bir hissəsini indiyə baxacağıq. Lakmus kağızı 2 rəngdə olur. Qırmızı və mavi, göy ola bilər. Lakmus kağızı OH mənfi ilə təmas etdikdə mavi, H müsbəti ilə təmas etdikdə qırmızı rəngə boyanır. OH mənfi dediyi əsaslardır, H müsbətdə turşu olar. Yəni o şəkildə demək olar. Məsələn, lakmus kağızını, məsələn, qırmızı lakmus kağızını OH mənfi təmas etdirdim, mavi olacaq. Mavinin özünü də OH-la təmas etdirəndə yenə mavi olur, heç nə dəyişiklik olmur. H müsbət mavini H müsbətlə təmas etdirdikdə qırmızı olur. Qırmızını da hələ H müsbətlə təmas etdirdikdə yenə qırmızı olur. Fenolftalein adı verilən ağ rəngli tozu spirtlə həll edib H müsbət ilə təmas etdirdikdə rəngsiz, OH mənfi təmas etdirdikdə çəhrayı rəng olur. Bir də diqqət, OH mənfi H müsbətə bərabər olarsa, yəni neytral mühitdə də
rəngsiz olur. Məsələn, fenolftaleyni saldım H müsbətə və yaxud da buna rəngsiz olur. OH mənfi salda çəhrayı olur. Əgər OH mənfi sayını artırsaq, daha çox bənövşəkləşməyə gedir. Və sonuncu metil oranj. Metil oranj narıncı qırmızı rəngli tozu məhlul edib H müsbət ionları ilə təmas etdirdikdə qırmızı, yəni turşularla təmas etdikdə qırmızı, OH mənfi ionları ilə təmas etdirdikdə sarı rəngə boyanır. Diqqət, OH mənfi H müsbətə bərabər olduqda, yəni neytral mühit olduqda sarı olur. Məsələn, metil oranjı saldım turşuya. H müsbət oldu qırmızı. OH mənfi ilə OH mənfi bərabərli H müsbətə saldıqda olacaq sarı rəngdə. Gələn dərsdə isə universal indikatorlar və elm texnologiya həyata baxacağıq. Sağ olun, salamat qalın.